Amerika Birleşmiş Ştatlarının prezidenti Donald Trump'ın siyaseti çok ciddi suallar yaradı. Bunu artık hamı bilir. Bu suallar sadece olarak ABŞ üçün değil, bütün dünya üçün, eləcə də əlbəttə Azərbaycan üçün aktualdır. Müqəddəs yer isə boş qalmır. Birleşmiş Ştatların boşalttığı yeri açıq aşkar göründüyü kimi Avropa Birliği tutur. Hələ onu bir kənara qoyaq ki, Trump'ın sualları onun özü üçün hansı ciddi münaqişələr yaradır. Bu günlərdə onun ən böyük müttəfiqi olan, ölkə daxilində özünə ən böyük müttəfiq saydığı milyarder Elon Musk'la çəkişmələri belə qənaət yaradır ki, orada başqa ziddiyyətlər də meydana çıxacaq. Avropa Birliği isə daha sabit siyasi güc kimi dünya siyasətinin mərkəzinə keçir. Bəs Avropa Birliği'nin ABŞ-ın yarattığı boşluğu tutması Azərbaycan üçün nələr vəd edir? Yeni dünya düzenində demokratik dəyərlər yenə də mi prioritet olaraq qalacaq? Fuad bəy Qəhrəmanlıdan dinləyək. Trump'ın hakimiyyətə gəlişi ilə ABŞ-ın America First doktrinası çərçivəsində dünya liderliyi öhdəliyindən geri çəkilməsi, beynəlxalq ittifaqlara münasibətdə selektiv yanaşması, ABŞ-ın əvvəllər təşviq etdiyi liberal dünya nizamının əsas sütunlarını sarsıdaraq qlobal güc tarazlığının pozulmasına səbəb oldu. İndi Amerika mərkəzli köhnə tək qütüblü dünya düzəninin yerini öz maraq zonalarını müəyyənləşdirməyə çalışan və təhlükəsizlik arkitekturalarını inşa etmək istəyən güc mərkəzləri arasında rəqabət əvəzləməkdədir. Bu prosesdə necə bir qüvvələr tarazlığı meydana çıxacağını, beynəlxalq münasibətlərdə köhnə dünyanın liberal dəyərlərinin və təsisatların, eləcə də oyun qaydalarının yerinin nə olacağını öncədən qəti şəkildə demək hələ ki mümkün deyil. Ancaq indidən aydın görünür ki, yeni dünya düzənində qlobal güc tarazlığının yaranmasında Avropa Birliği əsas güc mərkəzlərindən biri kimi çıxış edəcək. Bugün uzun zaman ərzində üzv dövlətlərin iqtisadi ortaqlığı əsasında mövcud olan, lakin Ukrayna müharibəsindən sonra siyasi və strateji hədəflər ətrafında da təmərküzləşən, Trump'ın hakimiyyətə gəlişindən sonra isə təhlükəsizlik sahəsində də müstəqil strategiyalar həyata keçirməyə başlayan Avropa Birliği artıq bu sahədə ABŞ müdafiə çətiri altından çıxaraq müstəqil geosiyasi güc mərkəzinə çevrilmək yolundadır. Bu prosesdə üzv ölkələr arasında konsensus əsasında qərar qəbul etmə mexanizmi prosesi nə qədər ləngitsə də görünən odur ki, Avropa Birliği bu istiqamətdə ortaq iradə ortaya qoymaqdadır. Bu xüsusilə Rusiya məsələsinə münasibətdə daha aydın görünür. Bugün Avropa Birliği'nin Ukrayna savaşına Avropanın təhlükəsizliyi kontekstindən yanaşması, ABŞ-ın Kiyevə hərbi dəstəyinin kəsilməsindən sonra bu boşluğu doldurmağa çalışması, hərbi sənaye kompleksinə və orduya ayrılan vəsaitlərin artırılması, bu təşəbbüsləri dəstəkləyən yüksək iqtisadi texnoloji imkanların və demoqrafik potensialın olması, Avropa Birliği'nin yaxın bir neçə ildə həm də dünyanın əsas hərbi güclərindən birinə çevriləcəyini deməyə əsas verir. Bu baxımdan 450 milyon əhalisi 19,99 trilyon dollarla ABŞ-dan sonra ikinci üdeyimə sahib olan Avropa Birliği istər Çin, istərsə də Rusiya ilə müqayisədə öz müdafiə sənayesini inkişaf etdirmək və güclü ordu qurmaq sahəsində daha üstün imkanlara malikdir. 2025 ilin Mart ayında Avropa Komissiyası Rignis 2030 təşəbbüsü çərçivəsində hərbi sahəyə 800 milyard avroya qədər vəsait səfərbər etməyi nəzərdə tutur. Bu plan çərçivəsində üzv dövlətlərə birgə müdafiə layihələri üçün 150 milyard avro dəyərində kreditlərin verilməsi planlaşdırılır. Bu plan çərçivəsində Avropa Komissiyası hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalına 650 milyard vəsait yatırmağı planlaşdırır. Bu pulun 392 milyard avrosunu isə Avropa İttifaqının az inkişaf etmiş regionlarının inkişafı üçün nəzərdə tutulmuş Birlik Fondunun vəsaiti təşkil edəcək. Biz Avropa Birliği tərəfindən hərbi sahəyə diqqətin artırılması ilə yanaşı həm də əlavə olaraq birlik üzvlərinin öz hərbi xərclərini artırdığını və
Rusiya təhlükəsinə qarşı Ukraynaya daha qətiyyətli dəstək verdiyini də görməkdəyik. Makronun ABŞ-ın çəkilməsinin yaratdığı boşluğu doldurmaq üçün Fransanın nüvə arsenalını bütün Avropaya qoruma çətiri kimi təklif etməsi və hələ ötən il ilk dəfə olaraq Ukraynaya Avropa ordularını göndərmə təklifi ilə çıxış etməsi, yeni təhlükəsizlik arxitekturası yaradılması istiqamətində göstərilən önəmli strateji yanaşma və qərarlılıq hesab olunmaqdadır. Məhz belə bir zamanda Rusiyaya qarşı sərt xətt tərəfdarı olan Merzin Almaniya kansleri seçilməsi, Parislə Berlinin birgə səyləri ilə Avropanın təhlükəsizliyinin təmin edilməsi və Avropa Birliyinin geosiyasi maraqlarının qorunması imkanlarını xeyli artırdı. Almaniyanın hərbi xərclərini 100 milyard avroya çatdırmaq planı, Latviyada 5000 nəfərlik hərbi baza qurması və bu il Ukraynaya 5 milyard avroluq yardım göstərmək qərarı Berlinin Avropa Birliyi daxilində hərbi liderliyi öz üzərinə götürdüyünü göstərir. Fransa və Almaniyanın Avropa Birliyinin təhlükəsizlik maraqlarının qorunması istiqamətindəki mühüm strateji təşəbbüsləri və qərarlılığı, eyni zamanda İngiltərə ilə koordinasiya olunmuş fəaliyyət çərçivəsində həyata keçirilməkdədir. Baş nazir Starmer'in İngilis ordusunun müharibə rejiminə keçdiyini bildirməsi və hökumətin hərbi xərcləri artırması, Rusiya təhlükəsinə qarşı ən sərt və qətiyyətli mövqeyinə sadiq qalaraq Ukraynaya dəstəyi artırması onu göstərir ki, Britaniyanın da daxil olduğu vahid Avropa təhlükəsizlik strategiyası yeni yaranacaq dünya düzənində əsas mərkəzi rol oynayacaq. Belə bir vəziyyətdə Avropa Birliyi və Britaniya İttifaqı beynəlxalq səviyyədə ABŞ-ı təkcə qlobal təhlükəsizlik məsələsində deyil, həm də öz quruluş əsaslarına və inkişaf maraqlarına görə liberal demokratik dəyərlərin müdafiəsi işində də əvəz etməli olacaq. Çünki Avropanın təhlükəsizliyini təhdid edən Rusiya bu təhlükəni ərazi işğalları ilə yanaşı həm də qərb dəyərlərinə qarşı demokratiya düşmənçiliyi ilə yaradır. Hazırda geosiyasi proseslərin dinamikasına əsasən onu demək olar ki, Avropa Birliyi tədricən toparlanaraq ABŞ-dan sonra yaranmış boşluğu doldurmağa çalışdıqca ilk növbədə öz coğrafi hüdudlarından kənardakı siyasi sərhədləri daxilində demokratik dəyərlərə dəstəyini artırmalı olacaq. İndiki halda isə Avropa Birliyinin siyasi sərhədləri Avropa siyasi cəmiyyətinə daxil olan 47 ölkəni əhatə edir. Bu qurumun növbəti sammitlərinin 2026-cı ildə İrəvana, 2028-ci ildə Bakıya salınması o deməkdir ki, Avropa Birliyi Cənubi Qafqazı öz siyasi sərhədləri daxilində görür və bu səbəbdən də qarşıdakı dönəmdə Rusiya ilə getdikcə kəskinləşən geosiyasi rəqabətə şahid olacağıq. Mühüm geosiyasi və geostrateji xüsusiyyətləri olan Cənubi Qafqaz Avropa Birliyinə həm də Mərkəzi Asiyada Çin və Rusiya varlığına qarşı mübarizə aparmaq üçün gərəkdir. Nəqliyyat, təmiz enerji, rəqəmsal rabitə və kritik xammal sahəsində fəaliyyətlər üçün 12 milyard vəsait ayırıb Mərkəzi Asiya ölkələrinə və bunun getdikcə artırılması nəzərdə tutulur. Bu investisiya qoyuluşları Avropa Birliyinin Mərkəzi Asiyaya qədər uzanan nəhəng geosiyasi maraqlarını göstərməklə yanaşı, həm də o deməkdir ki, bu region uğrunda rəqabətdə Çin və Rusiyaya qarşı üstünlük qazanmağın yolu Cənubi Qafqazı özünə inteqrasiya etdirməkdən keçir. Azərbaycanın demokratikləşmə perspektivləri baxımından müsbət cəhəti odur ki, Avropa Birliyinə inteqrasiya məhz Avropanın demokratik standartlarına uyğunlaşmaq tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu da o deməkdir ki, Avropa Birliyinin Cənubi Qafqazda möhkəmlənməsi və genişlənməsi adı çəkilən ölkələrə qarşı rəqabətlə birlikdə həm də region ölkələrinin demokratikləşmə tələblərini də daha çox gündəmə gətirəcək.